Biz Azərbaycanda dünyada hər bir ölkə üçün, dövlət üçün dəyərli olan su idarəçiliyi ilə məşğuluq. Dünyada su azalır. Bizim ölkədə dünyada su qıtlığına görə 17-ci yer tutur və bizim şirkətin əsas fəaliyyət sahəsi dövlət su ehtiyatlarının rəqəmsallaşdırılması, suya qənaət edən texnologiyaların araşdırılması və istehsalı və son 2 il ərzində bizim komanda tərəfindən dövlət su ehtiyatlarının rəqəmsallaşdırılması, avtomatik idarə edilməsi üzrə Smart Water Level adlı proqram 4.0 platformalı süni intellektlə dəstəklənən proqram təminatı hazırlanmışdır və keçən ildə Ağdaş rayonunda bir dövlət kanalında pilot layihə kimi uğurla tətbiq edilmişdi və hazırda dünyada ən müasir sistem kimi çalışmaqdadır. Eyni zamanda şirkətimiz tərəfindən, şirkətin yerli həm mühəndisləri tərəfindən, həm proqramlaşdırma mühəndisləri tərəfindən açıq kanallarda, çaylarda, göllərdə suyun səviyyəsini, sürətini və həcmini ölçən təmassız radar və ultrasonik sensorların araşdırılması və istehsalına başlamışıq. Bu da çox çətin bir texnologiyadır. SNG ölkələri ərazisində, Türkiyədə, Orta Asiyada ilk belə bir istehsal olacaq. Artıq araşdırma mərhələsini bitirmişik və gələn ildən istehsala başlayacaq bu sahədə. Həm Azərbaycanın özündə böyük tələbat var, eyni zamanda da xarici ixrac üçün də böyük bir potensial malikdir. Bu yaxınlarda Qazaxstanda keçirilən Azərbaycan və Qazaxstan prezidentlərinin görüşündə 6 Qazaxstan startapı arasında biz də dəvət almışdıq və orada tək Azərbaycan şirkəti olaraq bizim hazırladığımız Smart Water Level proqram təminatı hər iki dövlət başçısına təqdim edilmişdi və bəyənilmişdir və bildirilmişdi ki, bizim texnologiyalar, proqramlarımız hər iki ölkənin suyuna qənaət etmiş olacaq. Bununla qürur hissi duyuruq. Eyni zamanda da İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi bu sahədə bizə böyük bir dəstək verir. Xarici bazara çıxmaqda, təqdimatların hazırlanmasında, biznes görüşlərin keçirilməsində böyük dəstək verir. Eyni zamanda da biz agentliyin nəzdində olan Pirallahı Texnoparkının üzvüyük. Əsas hədəfimiz də ölkə səviyyəsində suya qənaət etmək, su idarəsini rəqəmsallaşdırmaq və bu sahədə suya qənaət edən texnologiyaları həm araşdırmaq, know-howlar əldə etmək, eyni zamanda istehsal edərək ixrac etməkdir.